Salam əziz dostlar. Bugün sizinlə çox incə, amma məncə insanın xarakterini göstərən mühüm bir xüsusiyyət haqqında danışmaq istəyirəm. Həya haqqında. Həya yalnız utanmaq deyil. Həya insanın daxilində olan bir ölçüdür. İnsan nəyi harda deməyi, necə davranmağı, qarşısındakı insanın hisslərini necə qorumağı bilir. Bəzən düşünürəm ki, həyalı insanlar sanki bu xüsusiyyətlə doğulurlar. Onların uşaqlıqdan davranışlarında bir sakitlik, bir çəkinmə, bir incəlik hiss olunur. Sonradan insan tərbiyə oluna, mədəniyyətini inkişaf etdirə bilər. Amma bəzi insanların daxilində olan o təbii həya, təvazökarlıq və incəlik sanki onların xarakterinin bir parçasıdır. Belə insanların daxili mədəniyyəti güclü olur. Onlar özlərini nümayiş etdirməyə ehtiyac duymurlar. Çünki mədəniyyət insanın geyimində, sözlərinin çoxluğunda və ya özünü necə göstərməsində deyil, başqalarına necə münasibət göstərməsində görünür. Həyalı insan çox vaxt harda danışmaq, harda susmaq lazım olduğunu yaxşı bilir. Qarşısındakının sözünü kəsmir, insanları utandırmır, başqasının zəif yerindən istifadə etmir. Kiminsə səhvini hamının içində üzünü vurmaqdan çəkinir. Çünki onun üçün qarşısındakı insanın hissləri də önəmlidir. Bu isə bizi empatiyaya gətirir. Empatiya özünü başqasının yerinə qoya bilməkdir. Mən onun yerində olsaydım, nə hiss edərdim? Sualını düşünməkdir. Həyalı və mədəni insan başqasının qəlbini asanlıqla qırmaz. Çünki o yalnız öz hisslərini deyil, qarşısındakının hisslərini də düşünür. Belə insanların bir başqa gözəl xüsusiyyəti də təvazökarlıqdır. Təvazökar insan özünü heç kimdən aşağı görmür. Sadəcə özünü heç kimdən üstün də hesab etmir. O yaxşılığını reklam etmir. Etdiyi yaxşılığı hər kəsə danışmağa ehtiyac duymur. Çünki onun üçün yaxşılıq insanların alqışı üçün deyil, vicdanının rahatlığı üçün edilir. Bəzən ən dərin insanlar ən sakit görünən insanlardır. Çox danışmırlar, amma çox düşünürlər. Çox görünmək istəmirlər, amma çox şeyi görürlər. Başqalarının həyatına müdaxilə etmirlər, amma ehtiyac duyulduğu zaman səssizcə yanlarında olurlar. Onların daxilində bir mənəvi dərinlik olur. Bu dərinlik insanı hər şeyi dərhal mühakimə etməməyə kömək edir. Çünki hər insanın görünməyən bir hekayəsi olduğunu anlayırlar. Bəlkə də qarşımızdakı insanın niyə belə davrandığını bilmirik. Bəlkə onun içində bizim bilmədiyimiz bir ağrı var. Bəlkə susmağının bir səbəbi, uzaq dayanmasının bir səbəbi, bəzən gülümsəməməsinin belə bir səbəbi var. Ona görə də mədəni insan hər şeyi dərhal mühakimə etmir. Çünki anlayış da bir mədəniyyətdir. Susmağı bacarmaq da bir mədəniyyətdir. Başqasının sərhəddinə hörmət etmək də bir mədəniyyətdir. Kiminsə qəlbini qorumaq, bəlkə də mədəniyyətin ən gözəl formasıdır. Həyalı insanın gözəlliyi çox vaxt ilk baxışda görünmür. Onun gözəlliyi davranışındadır, söz seçimindədir, sakitliyindədir, təvazökarlığındadır, başqasının dərdinə münasibətindədir və ən əsası heç kim görməyəndə necə insan olmasındadır.
Çünki insanın əsl mədəniyyəti insanların qarşısında deyil, heç kimin görmədiyi zamanlarda da daha çox görünür. Məncə, həya insanın üzərinə sonradan geyindirilən bir paltar deyil. O, insanın ruhuna çox erkən yaşlarından hopan bir incəlikdir. Və belə insanlar cəmiyyət üçün çox qiymətlidir. Çünki onlar səs-küy yaratmadan gözəllik gətirərlər. İnsanları incitmədən yaşayırlar. Bəlkə də həyanın, təvazökarlığın və daxili mədəniyyətin ən gözəl mənası budur. Həyalı insan özünü çox göstərməyə bilər, amma onun davranışı onu göstərər. Çünki əsl mədəniyyət danışılan bir şey deyil, yaşanan bir dəyərdir. Və bəzən bir insanın dünyaya verə biləcəyi ən böyük gözəllik elə budur. Sənin yanında olan insan özünü rahat, dəyərli və təhlükəsiz hiss etsin.